qonaqlar, hörmətli müəllimlər, bugün məktəbimizdə Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədirov müəllim iştirak edir. Müəyyən mövzularda çıxış eləyəsidir. Sözü Şahin müəllimə verək. Bu çıxışını davam etdirsin. Təşəkkür edirəm. Müəllimə məni təqdim elədi. Biraz da mən təşkilat haqqında məlumat vermək istəyirəm. Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyi 2009-cu ildə təsis olunur. 2010-cu ildə dövlət qeydiyyatına alınır. O vaxtdan bizim təşkilatımız Azərbaycanın bütün bölgələrində böyük layihələr həyata keçirir. Eyni zamanda xarici ölkələrdə, Avropada, Türkiyədə, Orta Asiyada geniş böyük tədbirlər həyata keçirdirik. Biz istedadların üzəri çıxarılmasıyla bağlı çox geniş böyük bir layihə həyata keçirdik. O üzəri çıxartdığımız gənclərimiz artıq universitetlərdə, İncəsənət Universitetinə, konservatoriyada təhsil alan bizim çox artıq gənclərimiz var, yüksək adı layiq görülmüş gənclərimiz var. Biz ümumən əsasən bizim məqsədimiz mədəniyyətimizin, maddi mədəni dəyərlərimizin təbliğ edir. Bizim təşkilat yarandığı ilk gündən dövlətçiliyimizə xidmət edib, maddi mədəni dəyərlərimizin bütün dünya təbliğatına xidmət edib. Bu layihəni həyata keçirərkən biz belə qərara gəldik ki, başqa bir xarici ölkələrə gedib, ora artıq maliyyə sərf edib, orada xarici ölkələrdəki vətəndaşlara Azərbaycan haqqındakı həqiqətləri çatdırmaqdansa, elə ölkəmizə ən çox turist axının olduğu, turistlərin gəldiyi bölgələrdə biz bu işləri aparaq. Bu bölgələrdən biz Şəki, İsmailli, Şamağını bu il nəzərdə götürmüşük. Çünki xaricdən gələn qonaqlarımız əksəriyyəti gedib artıq xarici ölkələrdə bizim də ölkəmiz haqqında məlumatlar verir. Biz düşünürük ki, düzgün yoldayıq. Bugün də mən bura gələndə yolda nə qədər başqa müxtəlif Orta Asiyadan, Çindən, Avropadan gələn turistlərlə rastlaşdıq. Belə ki, biz bura gələn Şəki öz koloriti ilə, mədəniyyəti ilə, öz tarixi ənənəsi ilə, vətənimizə, dövlətimizə verdiyi ən böyük şəxsiyyətləri ilə həmişə tanınır. İnsanların yüksək səviyyəli, intellektual olmağı bizə bu əsası verir ki, biz xaricdən gələn qonaqlarımıza Azərbaycan haqqında, xüsusən Şəki haqqında həqiqətləri çatdıraq, tarixi abidələri, mədəniyyətimizi onlara çatdıraq, onlar Azərbaycan həqiqətləri verir, özləri öz gözləri ilə görsün. Bizim mədəniyyətimiz nə qədər yüksək olduqca bizim dövlətçiliyimiz də o qədər möhkəm olur. Hamımız bilirik ki, uzun illər, 30 ildən sonra ermənilər nə qədər çalışdı ki, Şuşanı, Qarabağı özünküləşdirsin, onu bacarmadı. Ona görə ki, Şuşada o boyda böyük tarixi, mədəniyyət yaradı bizim xalqımız. Dünya musiqisinə, dünya ədəbiyyatına böyük şəxsiyyətlər verir, Füzeyri, Üzeyir Hacıbəyov, Əhməd Ağaoğlu, yəni saymaqla bitməz ki, Natəvanı belə şəxsiyyətləri verir ki, ona görə də bütün dünyada ermənilər qəbul olunmadı. Biz bu tarixi özümüzlə davam elətdirməliyik, yaşatdırmalıyıq. Özüm haqqında bir neçə də əlavə mən qeyd eləmək istəyirəm ki, mən birinci Qarabağ müharibəsi iştirakçısıyam. 3 aylı təhsilim var. Yəni, biz hamımız çalışırıq ki, vətənimiz üçün layiqli insanlar olan. Mənim Şəki rayonundan, Şəkidən çox yaxın dostlarım var. Böyük, çox dəyərli dostlarımızla ünsiyyətdə oluruq. Bu gün də mən bilirəm ki, bizim için tanışdığımız köhnə dostluğa münasibətə çevriləcək. Biz əməkdaşlıq edəcəyik. Əgər burada tarixi abidələrlə bağlı, mədəniyyətlə bağlı kimisə sualları varsa, işi ilə bağlı çətinlikləri varsa, biz o məsələləri də qaldıra bilərik. Yəni, əməkdaşlıq formasında bizim xahişimizi də aidiyyatlı qurumlar həmişə diqqətlə yanaşır. Qeyd edim ki, birinci, mən əvvəl Qasım Ömər Duruş Özsün Gənclər Təşkilatının yaradıcılarından olmuşam. O vaxt ümumi liderimiz Heydər Əliyevin qarşısında bizim sədrimiz çıxış elədi və mən Duruş Özsünlərin bütün demək olar ki, əsəb problemlərini biz həlindən ayrı ola bildik.
Bilirəm ki, yerlərdə yaşayış varsa, insanlarımız fəaliyyətlərsə, orada təbii ki, çətinliklər də var. Bunu qərəzli formada yox, əməkdaşlıq formasında biz bir-birimizi dinləyək, bir-birimizi mən də sizdən öyrənəcəm, yəqin ki, mənim bu rayon haqqında elə bir sizin həddinizdə, səviyyənizdə mənim məlumatım yoxdur. Bilirəm ki, burada çox böyük ziyalılarımız əyləşir. Mənim özümün və çox bu sahə, bu bölgədən böyük müəllimlər olur, müəllimlərim olur. Mən Laçın rayonunda olam. Mən hələ uşaq olarkən, orta məktəbdə, hələ birinci, İbtidai sinifdə oxuyarkən Şəkidən bizim müəllimimiz olur. Əhməd müəllim, çox gözəl müəllimimizdir. Hələ də Əhməd müəllim haqqında eşdiyinə görə dünyasını dəyişib olur. Onun haqqında bizi xoş təəssüratlar var bizim kəndimizdə, yəni çox böyük ziyalı dəyərli insan idi. Mən hər zaman Şəki cəmaatının varlığı ilə qürur hissi keçmişəm. Əgər Şəkimiz olmasaydı, mən həmişə düşünmüşəm ki, bizim vətənimiz bu qədər maraqlı, rəngarəng olmazdı. Öz vətifələri ilə, öz insanları ilə, mədəniyyəti ilə, həm də insanların çox mədəni olması ilə, ziyalı olması ilə biz həmişə qürur hiss eləmişik. Mən bugün şəhərdə də ən sadə insanlarla söhbət edəndə, nəsə soruşanda çox belə yüksək, intellektual formada cavab verirdilər. İnsanlar yaxşılıq eləmək istəyirlər, yol göstərdilər. Buna görə də Şəki cəmaatına təşəkkür edirəm. İstəyirəm ki, Şəki tarixi haqqında, abidələri haqqında biz də məlumat alaq. Mən 2015-ci ildə burada böyük bir tədbir keçmişik. Milli etnik qrupların vahid vətəndaş cəmiyyəti istiqamətində maarifləndirilməsi. Çünki bizim ölkəmizdə etnik qruplar da çoxdur, amma bizim xalqımız hər zaman etnik qruplara hörmətlə yanaşır. Etnik qruplar hələ öz tarixi abidəsi, öz mədəni, dini azadlığın özü qorxmadan, çəkinmədən inkişaf elətdiribdir. Onu tolerantlıq xalqdır. Bu da bizim həm də Azərbaycanımızın inkişafı deməkdir. Burada da yəni ola bilsin ki, etnik qruplar olsun. Biz Azərbaycanda etnik qruplar deyəndə bizim etnik qruplarda olan qəhrəmanlarımız var. Biz onlarla fəxr edirik, duyusu keçirik. Ağabunov var, Tehran var, Usardan. Yəni bunu saymaqla çox olar. Təyyarə qəzəsində də gördünüz ki, bizim o üç qəhrəmanımız onların ikisi Rusdur, bir də bizim qızımızdır. Yəni hər bir millətin yaxşısı da olur, pisi də olur, amma mən inanıram ki, Azərbaycan torpaqlarının çərçivəsində yaşayan hər bir Azərbaycanlı bacıdır, bacı qardaş. Eyni zamanda söhbətimiz əsnasında istəyirəm ki, siz də aktiv olasınız, öz fikirlərinizi bildirərsiniz, sual-cavab edəyək. Mənim üçün də biraz həyəcanlı oldu ki, belə böyük ziyalıların qarşısında, belə xanımların qarşısında mən həmişə çıxış edəndə həssas olur xanımlar. Mənim ixtisasımın biri psixologiyadır. Mən hər dəfə bəzən xanımlarla danışanda onların beyninin sürətini, hissiyatını mən məəttəl qalaram ki, orada məntiqli düşüncə lazımdır. Elə hissiyatı bəsdir ki, o bəsdir ki, xanımlarımız istedadlıdırlar. Hamımız indi tədbirimiz davam edəyim. Mən xahiş edəcəm ki, məndən sonra müəllim mimardır, Şəkinin mimarlığı ilə bağlı tarixlərlə məlumat versinlər, biz də qarşılıqlı söhbətimizi davam etdirək. Ola bilsin ki, mən səsimi tam çatdıra bilmiyorum. Ben ümumiyyətlə, buran belə başa düşürəm ki, məsələn, turizmin inkişafı ölkənin maddi iqtisadi inkişafına bir dəstəkdir. Hətta əsas sahələrdən biridir. Turizmdə tarixi abidələrin rolu böyükdür. Yəni, hər bir turist, hər bir yerə gedən adam məlum məsələ ki, orada maraqlanır gedir, orada nəsə görməyə gedir. Yəni,
tutaq ki, böyük bir kənd ola bilər, lap ərazisi böyük olsun, amma orada belə deyil, turisti insanların maraqlandırma elə bir şey olmaz ya. Amma turizmin növləri var herhalde, mən onları müəyyənləşdirmək, sadalamaq istəmirəm, amma yəni tarixi abidələri daha çox olan və maraqlı dikilləri olan şəhərlərə, ölkələrə insanlar daha çox üst tuturlar. Bu cümlədən də Şəki bilirsiniz ki, Azərbaycanda xüsusilə seçilən şəhərlərdən biridir. Xüsusilə Xan Sarayı, təkcə Xan Sarayıdır. Şəkidə çox tarixi abidələr var. Yuxarı Kərvansaray, aşağı Kərvansaray, qalalar və Şəkinin təkcə şəhər ərazisində, şəhərin kənarda da çox abidələr mövcuddur. Bizim məşğul olduğumuz sahə əsasən tarixi abidələrin bərpasıdır. Ona görə mən istiqamət edeyim ki, həmişə tarixi bərpası ilə müxtəlif dövrlərdə yanaşmalar olur. Hal-hazırda Şəkidə tarixi abidələrin bərpası iki hissəyə bölündü. Bu saat əvvəllər təkcə mədəniyyət nazirliyi sahəyə baxırdı. İndi Dövlət Turizm Agentliyi 2018-dən beri ki, yaranlarından, başvurularından sonra xüsusilə qoruqlar, məsələn ki, Şəki yuxarı baş milli tarix memarlıq qoruqu, Şiş qoruqu, Laxışdı, Basqaldı, Yanardağdı, bunlar Turizm Agentliyinin tabiridir və abidələrin bərpasının da son günlərdə müəyyən qədər iş görülür və görülməkdə də davam edir. Tarixi abidələrin hal-hazırda Şəkiyə turizm axını kifayət qədər çoxdur, artmağa başlayır və təkcə tarixi abidələr deyil, məlumdur ki, sənətkarlıq və sənətkarların istehsal elədiyi mallar da turistlərin marağına cəlb edir. Daha çox sahələr var, yəni ekoturizm də var, Şəkinin ərazisində və ona da maraq çoxdur. Təbiət də gözəldir, getməli, baxmalı, görməli, gəlmək kifayətdir. Bu tədbirin mövzusuna baxanda əslində mən belə başa düşdüm, təşviqi daha çox rol oynayır. Yəni, biz hamımız bu sahənin müəllimlər də elə və bu sahədə çalışan başqa sənət sahələrində təşviqi ilə istər-istəməz məşğul olurlar, elə bilirəm. Bizdə siz müəllim, şahid mənim qeyd edib, xarici turistlərin gəlməsi əvvəllər də bu var idi. Daxili turizmin inkişafına da müəyyən qədər fikir verilir və son vaxtlar daxili turizm də inkişaf eləməkdədir. Gəliş çoxdur. Düzdür, xüsusilə biraz sərhədlərin bağlı olması bunda da bəlkə də bunun rolu var ki, nə qədər gəzməyə, getməyə, xarici gibi bir məsələdə gedirlər. Təyyarıyla biraz bəlkə də mənim sahibim deyil, yəni amma inkişaf var, gəliş də artır, ilbəyi və elə bir dövlət həmişə abidələrin bərpasına xüsusi iqtidarı göstərir bu məsələdə. Şəkidə də hələ ümid edirik ki, daha çox bərpa sahəsində vəsait ayrılmalı və bu sahənin inkişafına xüsusi ehtiyac var. Mən belə deyək də, tədbirində də, söhbətimizdə də həmişə buna çalışırıq və siz də hamınız bilirsiniz, Şəkinin hamını yaxşı tanıyır və Şəkinin imkanları, potensialı çoxdur. Mənə biləm, bundan da artıq eləməli var ki, bu sahəni inkişaf etməlidir. Bu da. Zeynəm müəllimin fikirlərinə dəstəkləyirəm, həm də sizə biraz eşitmişdir Zeynəmə. Doğrudan da biz bilirik ki, çoxdur. Amma insanlarımızı, biz ziyalılar, biz insanlarımızı maarifləndirməliyik ki, gələn qonaqlarla davranış qaydaları var. Onlar fikirləşməlidir ki,
xaricdən gəlmiş İngilis, bir ərəb, bir hardasa bir fransız gəlib burada biraz öz mədəniyyətimizi təşkil edən kişilər görsünlər burada necə gözəl insanlar var. Biz bir işi Xan Sarayı var, amma bunu təqdim eləməyə bacarmadık. Bəzi insanlar var ki, görürsən, çox biliklidir, savadlıdır. Deyir ki, mən geri qalmışam, filan kəs çox qabağa gedir. Mən institut oxuyanla o məndən götürürdü, amma onu fikirləşmir ki, özünü təqdim etmək bacarığı da başqa bir məsələdir. Sən çox nələrsə bilə bilərsən, amma özünü təqdim eləməyi bacarmarsan. Yəni, biz öz mədəniyyətimizi təqdim eləməyi mən düşünürəm ki, əvvəllər bir o qədər bacarmamışıq. Çünki əgər bacarsaydıq, başqa xalqlar, millətlər bizim mədəniyyətimizə bu qədər əl uzatmazdılar. Təkcə erməniləri demirəm. Mən hələ biz uşaq olanda kənd və kənd gəlirlər, müxtəlif millətin nümayəndələri, çat adını demirəm. Mənim rəhmətli nənəmin bel kəməri vardı, başına bağladı türk xanımlarını, pullar kimi baş bağlayanı vardı. Onları kənd və kənd gəzib alırdılar, onlar da fikir vermirlər, nənədən babadan qalmış tarixi abdələrdir. Onun dəyəri çox həddindən artıq qiymətli dəyəri olan bizim sərvətimizdir. Yəni biz bunları həm qədrini bilək, həm də onlara təqdim edək ki, onlar desin, bizim yerimizə, məsələn, biz deyənlə inanmırlar. Amma bir başqa turist gəlib deyir ki, Azərbaycanda belə tarixi abidələr var, Şuşada bu Azərbaycanlar hansısa bir mimar bunu yaradır, bunu artıq daha çox dünya qəbul edir. Nəinki biz deyək, düşünürlər ki, bunlar hansısa millətlərlə bunların ziddiyyəti var, ona görə fərqli danışırlar. Heç keçməmiş bizim təkcə yox, bizim mətbəximizə də yazılarlar. Hər bir vətəndaş, hər bir insan özün millətinin, xalqının qəblatçısına çevrilməlidir. Mətbəximizi də, yəni tək mədəniyyət, yəni intellektual insanlarımız bu bölgədə çox. Əgər gənclərimiz varsa ki, sizin tanıdığınız gənclər, mədəniyyət yaradanlar varsa, biz onların kitablarını nəşr etdirə bilərik, rəsm kitablarını çıxarda bilərik, onları müsabiqələrə cəlb edə bilərik. Mədəniyyət Nazirliyi ilə birgə, Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə birgə, eyni zamanda fondlar var, təşkilatlarına dəstək agentliyi var, onlarla birgə. Mən hər dəfə layihə keçirəndə yerlərdə, bölgələrdə növbəti layihənin mövzusunu tapırıq. Yəni, düşünürəm ki, bu dəfə də hansısa bir mövzunu tapacağıq. Özdə dost, yoldaşlar qazanırıq, bizim əməkdaşlığımız olur. Onlar bizim Bakıda ofisimizə gəlir, bir yerdə müzakirələr edir. Təbii ki, burada hamı onu eləmir. Kimlərsə bu addımları atır, biz də onlarla qarşılıqlı addımlar atırıq. Biz istəyirik ki, bölgələrimiz inkişaf eləsin. Bakı da çox yüklənir. Cənab Prezidentimiz ki, bu yaxınlarda qeyd elədi ki, artıq kəndlərə getmək lazımdır. Qidalarımız çeşidlənir, zəhərlər. Əsl qidanı yaradan bizim kənd adamlarımız, rayon adamlarımız, mədəniyyəti də qoruyan, tarixi də qoruyan, əsasən bizlərə şəhərə gedirsək, mədəniyyətdə uzaqlaşır. Bizim, məsələn, Novruz bayramımız var ki, əsrlərlə gedir, onu əsasən bizim kənd rayon insanlarımız yaşanır və adətlər. Bax, belə günlərdə xaricdən gələn qonaqlara biz daha da o təəssüratları bəxş edəndə biz məqsədimizə satırıq, onlar da həm turizm axını çoxalır. Mən Şəkidən bir neçə gənclərlə bağlı YouTube-da rastlıma çıxır, mən çox valiyə olmuşam bu gənclərlə. Şəkidən bir gənc xanım 13-14 yaşında Olimpiadada qalib gəldi. Bunu Geri Universiteti qəbul edirlər, riyaziyyat mexanikaya. Oradan, Koreyadan gəlib bu xanımı aparıblar Koreya. Xanım gedib tək bir sadə ailənin qızıdır. Orada çox gözmürmüş, çox yüksək səviyyədə bu Koreyanı da bitirir. Bitirəndən sonra qəbul edəməyib, o deyir ki, yox, mən Amerikaya gedəcəm. Oradan gedib Amerikaya gedəndə bunun fakültə bağlanmışdır. Onun qabiliyyətlərini görürlər, onu fakültəyə qəbul edirlər. O fakültəyə qəbul olunandan sonra gənc xanım həm maaş verirlər, işçi olur. Baxırlar ki, bu onların müəllimlərindən də çoxdur. Həm də xanıma özü deyir ki, burada dövlət qulluğuna daxil olmaq üçün Amerikada sən əsgər getirməlisən. Şəkili bir gənc xanım, utancaq bir xanım gör, o tür yollar keçir, orada əsgər gedir. Əsgər gedəndən sonra, indi Amerikada çox böyük bir məmur. Bax, onlar da, o xanımı da belə bir qeyri-hökumət təşkilatının vasitəsilə
bax bu birinci addımlar atılır, o tanınır, onu aparılır. Yəni bəzən insanlarımız harasa tələsir, qeyri-ciddi yanaşırlar. Bu bəzən məncə elə bir dövrdə yaşayırıq ki, standart həyatda standart eyni yolu geyir, eyni yolu gəl, həm insan stres olur, əsəb olur, gərgin olur. Kantın belə bir sözü var ki, deyir, əgər sən gərginsənsə, hər gün getdiyin yolu başqa yolundan geyir, başqa ünsiyyətli olduğun adamlara dəyiş. Sən həyatında manevrələr eləməyə özünü hazırla. Yəni, bizim bir millətimizin özümüzə xas bir xüsusiyyətlərimiz var. O xüsusiyyətlər bizimizdə arxetik kölgəsi deyilən bu ad verilmiş məsələsi var. Yəni, baxırsan ki, bir insan mədəniyyətlə çox məşğul olur, elmə fikir vermir. Arxetik kölgəsi yəqin ki, ziyalılarsınız, onları bilərsiniz. Uşaqların ruhun kiçik qalmağı, yaş görürsən, bədən yaşca böyüyüb, amma ruhu kiçik qalır. Görürsən, ruhu böyüyüb, amma hələ yaşı azdır. Yəni, bu insanlarımızla bu ünsiyyəti, bu necə istəsələr biz əlavə görüşlər təşkil edə bilərik, belə tədqiqatlar apara bilərik. Hər bir insanı nail ola biləcəyi sahəyə yönləndirə bilərik. Mən sizlə başqa mövzularda da çox danışıram, amma bizim əsas mövzumuzda olduğuna görə mən bilmək istəyərdim ki, bax, bura gələn turistlərdən kimi tanıyır, kimlə kim nə iş aparır, bəlkə çox yaxşı, gözəl işlər görə bilənlər var, ünsiyyətli olanlar var. Biz o vaxt xaricdən gələn gənclər, yeniyetmələr var ki, biz görüşürük, onlar Şəkiyə göndərirdilər, ailələrə göndərirdilər, Şəkiyə, Toğuza, bilmirəm, bəlkə kiminsə ailəsində o xaricdən gəlmiş o uşaqlardan olub. Bunlar da, buradan uşaqlar gelir hansısa bir xarici ölkəyə, mədəniyyətlərin o zənginləşməsi, inkişafı qəbul eləməliyik, lazımdır ki, artıq səhətlərimiz açılır, biz müstəqil devlətik. Bizim üzərimizdə, dövlətimizə, mədəniyyətimizin üzərində dünyanın hər yerindən çox çirkətlər atılır. Mədəniyyətimizdə də bəzən qeyri-təsadüf, çünki insanlar gəlib çıxır, bu da zədəliyir. Buna görə biz o qədər öz gözəl mədəniyyətimizi də qəbul eləməliyik ki, bunun qarşısını ala bilək. Görürsən, bəzi ziyalılar deyir ki, mən sosial şəbəkəyə girməyəm, sosial şəbəkələr yaxşıdır. Sosial şəbəkədə hər bir insan özünü öz mədəniyyəti göstərir. Müəllim isə müəllim. Orada o qədər gözəl sosial şəbəkədə müəllimlərimiz var ki, həkimlə həkimliyin bildirir, müəllimlə dərsini bildirir. Mən valih olmuşam ki, bizim Azərbaycanımızda nə boyunca, nə gözəl elə xanımları varmış. Amma qeyri-ciddiləri də var, təbii ki, başqa. Yəni, bizim hər birimizin narahat eləməlidir bəzi məsələlər. Mədəniyyətlə danışsaqsa, birinci ailə mədəniyyəti, ailələrdə yaxşı qurulmuş, ailələr çox sürətlə, mən bilirəm ki, belə davam eləsiniz, burada müəllimlər də var, məktəbdə heç dərs deməyə uşaq belə getsə tapılmayacaq. Çünki uşaqlarımız da azalır, getdikcə. Bax, burada nə məsələlər var, nə sizi narahat edən məsələlər var, ünsiyyətdə olaq, qarşılıqlı danışaq, mən çəkinməmək lazım. Yəni, biz ziyalıyıq, biz məsələnin problemini qaldırırıq ki, sonra o şiddətə çevrilir. Gizlədirik demir. Görürsən, evdə bizim xüsusiyyətimizdir. Kimsə bizi əsəbləşdirir, bizə mani olur, deyirik ki, deyirsiniz ki, sabah gel bunun üstünə bunu deyəcək, rastlaşırız demir. Bu da bizim milli xüsusiyyətimizdir, arxetik bölgəmizdir. Amma biz kompleksdən çıxmalıyıq. Xarici qonaqlarla ünsiyyətli olaq, bu bizim vətəndir, biz bunu bəlkə elə bir insanla tanış olasınız, elə bir ünsiyyət kurasınız ki, o həmin insan Azərbaycana çox böyük tövlələri olacaq. Bax, belələri də var, nümunələr də çox. İndi istəyərdim ki, sözü verək. Xatirə məlumatlar. Xatirə məlumatlar. Sonra bizim bir məlumatlar var. Öncə hər kəsi salamlayıram. Deməli, maddi mədəni abidələrdə turizm potensialının təşviqi işi həqiqətən də çox önəmli bir məsələdir. Mən düşünürəm ki, hər bir xalqın maddi mədəni irsi təkcə daşdan, divardan ibarət olan bir şey deyil. Burada xalqın tarixi, mədəniyyəti, yaşadığı həyat tərzi yatır və ona görə də biz birinci növbədə mənə elə gəlir ki, bunu öz xalqımıza daha
sonra isə xarici turistlərə tanıtmalıyıq. Çünki özünüzün tanımadığı bir şey başqasına tanıtmaq, onları bura gəlməyə təşviq etmək rahat olmasa gərək. Buna görə də mən belə baxdıqda görürəm bu sahədə əlbəttə ki, işlər görülür. Elə öz yerimizdən baxsaq, Şəkidə, mən baxıram son dönəmdə turistlərin sayı artıq. Buna səbəb yəqin ki, Şəkidə keçirilən festivallardır. Bu festivallarla əlaqədar gələn xarici nümayəndələr buradakı gözəllikləri, tarixi abidələri görürlər və onları öz ölkələrdə tanıdırlar. Bir müəllim kimi mən də çalışanda ki, kimləri isə təşviq edeyim Şəkiyə və yaxud Azərbaycanın digər yerlərinə getməyə. Mən görürəm ki, şəxsən bir müəllim kimi özümün maariflənməyə böyük ehtiyacı var. Çünki bir Azərbaycanlı olaraq öz vətənimizin görkəmli yerləri haqqında kifayət qədər məlumatımız yoxdur. Ona görə də bu potensialı təşviq etmək üçün ilk növbədə özümüzü maarifləndirməliyik. Bunun üçün yəqin ki, tədbirlər keçirilməlidir, tanıtımlar olmalıdır. Bir uşaqları yığıb harasa aparmaq istəyəndə baxırsan ki, tanıya bilmirsən. Oysa ki, vətənimizin çox gözəl yerləri var. Hətta araşdıranda sosial şəbəkələrdə biz baxırıq ki, bu doğrudan da İsmayıllıdır. Sanki uzağa getmirəm. Xan yaylası, Şəkidə olan Xan yaylası İsveçrənin çox gözəl meşələri ilə müqayisə olunacaq qədər zəngindir. Onun kimi düşünürəm, ilk növbədə öz yerli cəmaatımızı maarifləndirməliyik ki, Azərbaycanda belə gözəl yerlər var. Bundan əlavə yəqin ki, bu tarixi abidələrə gedən yolların bərpası önəmlidir. Bəzən getmək istəyirsən, kimisə ora yönləndirmək istəyirsən, amma görsən ki, yollar çətindir, keçilməzdir, risk daşıyır. Ona görə yəqin ki, bu cür tədbirlərlə keçirilsə, turistlər həm yerlərə gedərlər və ölkəmizi başqa yerlərdə tanıdarlar. Bu qədər, çox sağ olun. Siz necə məşğul edirsiniz? Adınız tanıyasınızda. Bizim çalışdığımız idarə birbaşa turizmlə bağlı olan bir təşkilatdır və qeyd etmək istəyərdim ki, Azərbaycanda turizm dedikdə ilk yada düşən obyektlərdən biri məhz Şəkidir. Çünki hələ 70-ci illərdə Sovet hökuməti qapılarını xaricə açdıqda, xarici turizm inkişaf etdikdə Bakıdan sonra ikinci açılan turizm məkanı məhz Şəkidə idi. Şəkidə yuxarı Kərvansara turizm məkanı kimi ilk dəfə hələ 70-ci illərdə fəaliyyətə başlamışdı. Amma Şəkinin turizm potensialını bu qədər dünyaya tanıdan, bu qədər inkişaf edilən təbii ki, onun maddi mədəni abidələridir. Şəki bugün 120 hektarlıq ərazisi ilə dünya mədəni irsi siyahısında yer alır. Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilmişdir və şəhərimizdə yalnızca yuxarı baş ərazisini götürsək, 83 dövlət qeydiyyatına götürülmüş tarix memarlıq abidəsi var. Həmçinin bəzi abidələr var ki, qoruqdan kənarda yerləşir. Ümumilikdə şəhərli, kəndli, bizim rayon ərazisində 200-dən çox tarix, mədəniyyət, arxeoloji abidə dövlət tərəfindən qeydiyyata alınmışdır. Təbii ki, onların bir qismi Mədəniyyət Nazirliyinin tabeliyində, bir qismi isə Dövlət Turizm Agentliyinin tabeliyində mühafizə olur. Və ölkəmizdə turizm işi təbii ki, ilk növbədə dövlətimizin xüsusi qayğısı sayəsində inkişaf etdirilir və Azərbaycan turizminin dünyaya tanıdılması üçün Dubay, Çin, müxtəlif Avropa ölkələrində ekspo sərgilərdə Azərbaycan turizm potensialı təmsil olunur, təbliğ olunur, təşviq edilir və eyni zamanda bir çox ölkələrlə viza sisteminin ləğv olunması Azərbaycana daha çox turistin cəlb olunmasına şərait yaradır. Bununla yanaşı, xarici turizmlə yanaşı daxili turizmdə inkişaf edir. Əvvəllər tutaq ki, yay tətillərini nəzərə alaq, tutaq ki, uşaqlar tətilə çıxdıqda istirahət üçün sadəcə şəkili uşaqlar Marxala və yaxud hansısa digər istirahət zonalarına istirahətə gedirdilərsə, artıq
transportun yaxşı olması, infrastrukturun yaxşı olması imkan verir ki, Şamaxıdan olan uşaqlar Şəkidən olanlar Qubaya istirahətə getsinlər və istər məktəblilər olsun, istər tələbələr olsun, istər ailələr olsun, bir şəhərdən digərə turizm marşrutu təşkil etməsi, getməsi daxili turizmin inkişafına müsbət təkan göstərir və bugün Azərbaycanda təbii ki, turizmin inkişafına böyük dövlət qayğısı dəstəyi olduğu kimi müəyyən maneələr də var. Bayaq müəllimənin qeyd etdiyi kimi təşviqat biraz zəif səviyyədədir. Çünki elə özümüzdə də bəzi abidələr var ki, Şəkinin tutaq ki, məktəbliləri heç o abidələr haqqında heç bir məlumata malik deyirlər. Bunun da səbəbi bəzən auditoriyaların düzgün seçilməməsi, tədbirlərin sadəcə tədbir xatirinə keçirilməsidir ki, əslində auditoriya düzgün seçiləndə, təbliğat düzgün aparılanda təşviqat da öz bəhrəsini vermiş olur. Tutaq ki, biz hər hansı bir tədbiri edəndə, biz o tədbiri sadəcə yuxarı baş qoruğu çərçivəsində etmiş olsaq, yuxarı başın əməkdaşlarının yuxarı baş abidələri haqqında kifayət qədər məlumatı var. Eyni şeyi onlara deməyin heç bir əhəmiyyəti yoxdur. Amma biz o tədbiri digər bir qurumla etdikdə, o auditoriya maraqlı olduqda, orada uşaqların, tələbələrin marağını qarşılaya biləcək informasiyalar verildikdə təşviqat öz bəhrəsini verir. Və ümid edirəm ki, təşviqat məsələləri ilk növbədə auditoriyanın düzgün seçilməsi ilə aparılmalıdır ki, düzgün auditoriya düzgün nəticə verəcək və ümid edirəm ki, Azərbaycan turizmi daha da yaxşı inkişaf edəcək və bu da bizim iqtisadiyyatımızın yüksəlməsinə öz bəhrəsini verəcək. Təşəkkür edirəm. Mən baxıram şəkillərdən çox şəkilin təbliğatı ilə məşğulam. Nəsə danışmaq istəmirəm. Bəlkə adım bir yerdə... Onlar bir şər var. Ha, buyur. Onlar gəlirlər, qonaqdılar, onlara qarşı davranış məsələsi daha ki, yəni bizim haqqımızda yaxşı, xoş fikirlərlə geçsinlər. Bu fikirlərlə mən də razıyam, amma öz müşahidəmdən bir şey demək istəyirəm. Şəkidə bu avtovağzaldan, yəni mən orada bir tərəfdə dayanmışdım. Müşahidə aparmağı sevirəm, açıqlayan müşahidə aparıram. Bir turist idi, belində idman çantası, kişi cinsində, cavan olan, saçları qadın kimi belə uzun, amma fizik olaraq çox belə idmançı stilində belə iki addımlarla yuxarı qalxırdı və yuxarıdan da iki dənə belə şəkili düşür. Bunlar da hiss olunur ki, bunlar da yəni ziyalı təbəqəsi deyildi. Sadəcə onun saçlarına baxdılar və güldülər. Bunların gülmək tutdu ki, bu saçı kişidir, amma saçı belə bu qədər, belə. Amma mənə diqqətimi onun fiziki çəkdi. Fizik olaraq, yəni ki, saçı uzundur, amma bu başqa bir, yəni, idmançı stilindədir. Diqqətlə müşahidə apardım, bu qan bankına çatanlara qəfil şəkil çəkdi, belə aparatı çıxartdı, qan bankının şəklini çəkdi və öz yoluna davam elədi. Bir müddət sonra, amma yuxarıda polis var idi, polislər də bunu müşahidə edirlərmiş. Bunu dərhal, yəni, şeylərdə də saxladılar, söhbət apardılar. Yəni, bizim polislərimiz həssasdır bu şeylərə qarşı həqiqətdə. Yəni, burada deməkdə məqsədim nədir? Yəni, turistlərlə bəli, həqiqətən də biz Şəki qonaqpərvər yerdir. Biz qonaq qəbul eləməyi yaxşı bilirik öz yerində, amma eyni zamanda turistlərə qarşı həssas olmaq lazım. Olan hamısının hansı niyyətlə gəldiyini biz bilmirik. Yəni,
hamısı xoş niyyətlə gəlməyəcəklər. Bir də bayaq bir şey demək istəyirəm, daxil 2 il tamamladım. Səhv eləmirəmsə, yəni üzrlü sayın Nazım Hikmət Türk şairi, onun bir çıxışı var. Şəki Xan Sarayı görəndən sonra deyir ki, Azərbaycanın başqa tikililəri olmasaydı belə, təkcə Şəki Xan Sarayını dünyaya nümayiş etdirmək kifayət edərdi. Yəni, məncə biz xoşbəxt xalqıq ki, bu qədər maddi, mədəni abidələrimiz var. Belə, çox sağ olun. Biraz dedim ki, biz ölkəmizdə müxtəlif dünyadan çirkaflar atır. Nə bilir ki, buraya gələn insanların, turistlərin biz bilmirik, çox maraqlı məsələdir. Niyyətin bilmirik, Azərbaycan mərkəzi bir yerdir, dünya güclərinin, dövlətlərinin burada çox böyük marağı var. Belə bir ölkəni idarə eləmək də həqiqətən çox çətin. Həm balacayıq, həm də böyüklüyümüz, böyük dünyanı narahat elədir. Məsələn, bizim Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda apardığımız işi, bu hazırda dünyada son illər heç kim bu səviyyədə döyüşür, torpaq alıb və onu əsaslandıra bilir. 200 ildən çox idi ki, biz ancaq torpaqlarımızı itirirdik. Burada bu düzdür, bizim mədəniyyətimizlə kömək oldu ki, Üzeyir Hacıbəy Şuşalıdır, bu Əhməd Ağaoğlu Atatürklə bir yerdə o işlər aparıbdır. Yəni, amma həqiqətən də bura kimsə gəlib hansısa bir tarixi abidəmizi çəkə bilər. Ola bilər bunun dağılmağına, elə bir ücrəti, dünyada terror da çox artır, ora bir neysə partlayıcı da yerləşdirə bilərlər. Yəni ki, bizim xüsusi hükümət orqanlarımız çox yaxşı işləyir, bizim polisimiz yaxşı işləyir. Doğrudan da mən tanıdığım həm yoldaşlar çox sadə işləyirlər. Ağır sahədir, çox əvvəl qapalı ölkəyə Sovet vaxtı elə ki, hər bir şey nəzarətdə amma indi çox çətindir. İnsanlar da o vaxtki insanlar deyil. Hər bir təblərlə bərabər həm də ayrı olmalı. Çox uzun yollarımız. İndi bax, siz görürsünüz, müşahidələrimiz artıq getdikcə, axın da getdikcə çoxalacaq. Çünki biz müharibəni bitirmişik. Artıq bilirlər ki, burada müharibə getmir, turizmin sayı artacaq. Eyni zamanda yaşamaq üçün rayonda baxmayaraq ki, ziyalıyıq, elə bir məqam gəlib ki, başqa işlərlə də məşğul olmaq lazım. Mən də əvvəl başçılarla bitirmişəm, sonra psixologiyanı idarə etmədə ixtisasımı artırmışam dərəcəyə bölünməsində. Yəni, amma başqa işlər də çalışmışam ki, qurun, düzəldim ki, nəsə yaşamağımızı da qaldırmalıyıq, yüksəltməliyik. Şəkilin çox böyük imkanları var. Hər bir insanın gözəl evlərini yarada bilər, məhəlləsi varsa orada turizmə uyğun bir şərait yarada bilər ki, həm də öz həyatın təminatını yaxşı edə bilsin. Elə düzü elə bilməyin ki, şəhərdə hər bir şey gələn var, yaxşı. Mən özüm çalışıram ki, Qarabağa qayıdım, müraciət eləmişəm ki, məni Qarabağa qaytarın, vətənimizə. Bizim ölkənin hələ tikintisi getmir, amma söz verdilər ki, bizi də mən də bu yaxınlarda qaytaracaq. Mən Bakıya o qədər gənc çalışırdım, mübariz apardım. Amma anladım ki, ən böyük xoşbəxtlik bizim o kəndimiz, o rayonumuz, o dağlarımız, o təbiətimiz, o abidələrimizdir. Bakı da bizimdir, təbii ki, Bakı bizim ölkəmizin təbii ki, beynidir, amma Şuşadır, Şəkidir, bu tarixi abidələrimiz, zəngin olan yerlər bizim xalqımızın ürəyidir. Bütün alimlər və hər zaman ürəyi beynindən üstün tutur. Hötə deyir ki, böyük alım qarşısında baş əyirən, böyük ürək qarşısında diz çökmür. Bu böyük mədəniyyətləri yaradan insanların qarşısında diz çökürük və arzu edir ki, bizim gənclərimiz də bundan sonra da belə böyük mədəniyyətlər yaratsın. Mübariz İbrahimovumuz ağıllıydı, hamı qədər ağıllıydı, amma o böyük ürəyidir. O ürək hər bir dünya sübut elədi ki, Azərbaycan belə bir şəxsiyyətlər yetişdirən bir xalqdır. Xüsusən son vaxtlarında burada xanımlar əyləşir ki, dünyada elə bir təbliğat gedir ki, kişiləri elə bir balaca hörmətdən salma prosesi gedir. Azərbaycan kişisi hər zaman hörmətli olur, Türk kişisi, Ləzgi, Tatı, bütün Azərbaycanda yaşayan kişilər hər zaman bu
bu sənətlərin içərisində hörmətli olur. İnanırıq ki, bundan sonra da hörmətli olacaq. Xanımlarımız, bu da bir mədəniyyətdir. Nə qədər həyat yoldaşlarına, bu həyatın qanunudur. Dostoyevskinin bir sözü var ki, anamız deyir ki, bizə hər zaman deyərdi ki, uşaqlar axşamız evə gələndə ona yaxşı qarşılayır, ona əlinə su tökür, yaxşı verir. Bayır çox dəhşətdir, çöl dolu, çox dəhşətdir. Bəzi görürsən, xanımlar yoldaşlarından biraz o səviyyədə dostluq edər. Yəni, kişini qorumaq lazımdır, əsəbini qorumaq lazımdır. Ona görə ailə dağılır. Kişilərimiz risk verəmir ki, qorxur ki, ailə dolandırmaq çətindir. Yəni ki, bizim xanımlarımız da, siz gənclərimizi yetişdirirsiniz, səndən burada məlumat var. O xanım qızlarımıza siz o məlumatları verirsiniz, həm mədəniyyətimizi qoruşdur. Ailəmiz olmasa bizim nə mədəniyyətimiz var? Təsəvvür edin, azalırıq, bitirik, tükəndirik, mədəniyyəti kim qoruyur? Bax, biz ötürəcəyik sonraki nəsillərə. Bax, biz hamımız bilirik və xanım danışdıq qədər ailə mədəniyyətimiz var, çoxları tanımır. Həqiq ki, onlara ekskursiya təşkil etmək lazım. Amma mən başda da görürəm, deyir ki, həddindən artıq məktəblərdə uşaqını çatışmır, məktəblər bağlanır. Bizim millətimizi qoruyan, niyə ana vətən deyirlər? Xanımlarımız, analar, o zəhməti də çox görür. Xanımlarsız bizim kişi xeylaxlarımız da zəifdir, onu qəbul edirik. Yəni, bizim ailələrimizdə biraz xanımlar biraz qərar verir deyə inanıram ki, bundan sonra boşanmaların nəslini alınacaq, nəslimiz artacaq, böyüyəcək. Hər zaman bizim o tarixi filmlərimizdə, kitablarımızda var ki, artın, çoxalın. Torpaqlarımız genişləndirsə, əhalimiz azalır. Bax, bu məni həqiqətən narahat edir. Bizim abidələrimiz sabah Yunan tarixi abidələri hamısı bilir. Siyariş, burada tarix şəhər, burada sahəni bilənlər var. O artıq bütün mədəniyyət qalır, xalq yox. Elə bir xalq azalır, yox. Əlifba qalır, xalq yox. Ona görə mən ümid edirəm ki, bizim bölgələrimiz, bizim inkişafımızla, fundamentimizlə yenidən mükəmməl edəcək. İndi kim istəyər yenə bir nəfərin? Deyə bilərəm. Buyurun. Siz kimi turizm bazasında Şəki deyirik ki, bayaqdan ondan danışırıq. Amma Şəkidə bəlkə də bugünkü mövzuya dəxli var, yoxdur, bilmirəm. İtlərin sayı o qədər çoxalır ki, artıq cəmaat yola çıxa bilmir. Bəlkə siz bir nümayəndə olaraq o məsələni qaldırasınız ki, Şəkidəki itlər yığışdırılansın. Yəni turizm bazası olduğu turistlər gəlir də bura. Turistlərin yanında biz utanç verici bir hadisələr ki, bunlar itlər insanlara gün-gün orta çağı hücum çəkir, heç kim eşitmir bizim sözümüzü. Mən də istəyərəm ki, siz bu məsələni bəlkə qaldıra biləsiniz. Hələ eşitmişik ki, başqa rayonlardan da maşınlara yığıb gətirib Şəkiyə ötürürlər itlər. O qədər çoxdur ki, məsələn, işimiz düşür xəstəxanaya gedəs olunda görürük, bir gün ərzində 3 nəfər, 5 nəfər it tutma ilə müraciət edir, amma qaldırmırlar bu məsələləri heç. Mən də özümə borc bilirəm ki, bir Şəkili kimi bəlkə də bir dəxli var bizim bugünkü, məsələn, görüşümüzə. Siz bir nümayəndə olaraq bəlkə bunu qaldırasınız ki, turistlərin yanında Şəkillər də utanmasın, gələnlərin, gedənlər. Həm də ki, utanmaqdan qırağa özümüzü təhlükədə yaşayırıq. İnanın ki, məktəblər, ətrafında, hər yerdə dolu itlərdir. Amma heç kim eşitmir bizim səsimizi. Mən də bu istəyirəm. Turistlər gələndə sevindim. Şöyle başlayayım, özüm şahid olmuşam ki, bir gün avtobusda Astrofiyaya keçəsi bir məqamda hamı belə qıraqdan baxa-baxa qalmışdı, yaxınlaşmağa da qorxurdular, itlər qovmağa. Kişi təhlükədə qalmışdı, yaxşı bir təhlükə. Gələn turist mədəniyyət abidələrimizin qapısında görür o qədər itlər var. Bəli. Sahibsiz itlər də özdə həm də. Maraqlandı iş. Bizim sözümüzü eşitmiş. Çox maraqlı. Mən fərq edirəm. Olar desin ki, biraz mən ədəbiyyat biraz az məşğul oldu. İnsanlar oldu. Az nesil gəlmişmiş Bakıya, Yazılar Birliyində görüşülmüş. Buna deyirlər ki, sual verirlər ki, Türkiyədə ədəbiyyat zəifdir. Deyir ki, təsəvvür edin ki, gəmidə gedirsiniz, bir gözəl qız skriptlərdə ifa edir, oturub hamınız ifaya qulaq asırsınız, xəbər gəlir ki, gəmi deşildir. Siz skripkaya qulaq asarsınız o xanıma, yoxsa gəmi deşini tutmağı da açarsınız. Hamı deyib, gəmi deşində də olur.
biz hələ ki gəmini deşini tuturuq. İndi biz bir müddət bu 30 ildə ermənilər bizim torpaqlarımızı özü-birsiz zədələdi. İnsanlarımız biraz bu bədili zövqdən, biraz məişət həyatı ilə güzəlləşdi. Ona görə çox ciddi bizim yaralarımız var. Amma insanlarımız sadəcə o vaxt çox yaxşı tanıyırdı, hamilini və tanımırdı. Son vaxtlar bu enənə başlayırdı. Kitablar yaylar tanımağa başlayıb. Məsələn, biz az iş görməmişik. Mən düşünürəm ki, biz ədəbiyyatımıza, mədəniyyətimizə çox gözələr vermişik. Nəğmələr də yazılır, çox məşhurdur. Məsələn ki, bizim hemşənin üzərində də eğitim olunur, amma müəllimi kimi öyrənə bilmirlər, belə hallar da var. O qədər sizlə görüşmək xoşdur, yəni mənə çox təsir edər ki, siz çox ciddi məsələlər görürsünüz. Hər bir danışılan şeydən insanlarla hər birinizin qaldığınız məsələ bir layihənin mövzusudur. Yəni bu itlərin təmizlənməsi ilə bağlı, sonra bu tarixi abidələrimizin təhlükəsizliyi ilə bağlı, bunlar da çox ciddi məsələdir. Mən Türkiyədə Topqapı muzeyində gəzəndə, orada göstərdilər Şahsımər Xətayinin bir kəmər vardı. Sonra onun şah başına qoyduğu, o su istəyib, belə dövlətlə bəzənmiş qardaşlarını. Onu gizlincə çəkəndə məni uşaqladılar ki, bəs olmaz çəkmək. Sən onu çəkib aparsan da ona hamı hər yerdə baxacaq da, turist gəlməyəcək. Yəni, bəlkə də elə abidələr var ki, sonra mən bunu çəkəcək də aransa, qan bankı başqa bir. Bəlkə onu çəkmək heç qadağandır, o gəlib gözlərindən görür. O qədər səxavətli, adiləşdirir. Cabbar Qaryardıoğlu'na deyirlər ki, sənin gəl balını çıxar da. Deyirmək istəmirəm, niyə? Deyir, hər evdə bir cabbar olacaqsa nə nəyə lazım? Həm belə məsələlər var.